Ağsaqqal kişi sən ayıbdır, utanmırsan, bilmədiyi şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur. Bunu Qaynarifov az açıqlamasında əməkdar artist Elnarə Abdullayeva Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirərkən vurğulayıb. Xanəndə bildirib ki, əslində bu məsələ məhkəməlikdir. Azərbaycan musiqisinin bir anası var, bir də atası. Biri muğamdır, o biri aşıq musiqisi. Sənin də bunlardan xəbərin yoxdur və ağzına gələni danışırsan. İndi neynəyək? Bircə yol var, o da məhkəmə. Ancaq vaxtım yoxdur. Belə adamlara baş qoşsam, konsertlərimi verə bilmərəm. Əli kimdir ona baş qoş? Elnarə Abdullayeva Əli Mirəliyevi öldürməklə hədəliyib. Mən Heydər Əliyev sarayında muğam konsertləri verəndə yerimə səhnədə Əli Mirəliyev oxuyurdu. Mahnıları mən oxuyurdum, muğamları Əli Mirəliyev. Adamın sənətə işi olmayanda ağzına nə gəldi danışar. İnsan bekar olanda, sənətə işi olmayanda kənardan hər şeyə söz atır. Çünki zamanı var, onu necəsə yola verməlidir. Əlavə edək ki, müğənni Əli Mirəliyev xanəndə əməkdar artist Elnarə Abdullayevanı tənqid edib. Müğənni bildirib ki, Elnarənin gözəl səsi, gözəl avazı var. Ancaq muğam oxuya bilmir. Mərsiyə oxuyur. Anlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün bəylər kimi düzgün oxu, yaxşı səsi var. Amma onun oxuduğu muğam yox, mərsiyədir.